Salam uşaqlar, deməli biz bugün Səmədoğlu'nun həyat yaradıcılığına bağlı bir neçə testin izahına baxacağıq. Deməli birinci sualda deyir ki, Vaqif yesinə əsasən müəllifin mövqe və obrazların nitqi ilə bağlı uyğunsuzluğu müəyyən edin. Müəllifin mövqe və obrazların nitqi ilə bağlı uyğunsuzluq. Buyruq sizinkidir adil hökümdar, sizdə fəzilət də, ədalət də var. Bəli, deməli burada yaltaqlıqdır, bunu qadara kim eləyir? Hə? Bu doğrudur. Belə deyil, gözlərim doymalı insan qanununa, bunu zalimlıqdır, bəli, qacar deyil. Yox, basılmaz vədən, hələ bu dağlarda ölməmişəm mən. Qəhrəmanın duyğusu bunu da kim deyil, əlbət. Sonra bizim bu dağların oğlayan mən də azma duydururam yer gələndə. Təvəllüslər verdir, azma duydururam, o boyda şairdir, bu da doğrudur. Buyurun, qapımız açıqdır isə, yurdu tapşırır əllərinizə, bu yaltaqlıqdır, sadiqlik yox. Ona görə yanlış variant budur, düzgün cavabda olur. İkidə deyir, Səmədoğlu'nun yaratımında mövzu ilə bağlı məntiqi arzuluğu müəyyən edir. Deməli dedik, 400 istiqlal təranəsi bir də insan düzdür. Bunların mövzusu nə edir ürəkdən? Müharibə, müharibənin fəlakətləri, insan həyatının törətli fəlakətləri. Cavabımız B'dir. Üstəlik alan ölü şeyi ilə bağlı qurulmuş, gördüğünüz tutmuram ki, şeyinə bağlı. Alan ölü şeyi ilə bağlı qurulmuş element diaqramında hansı rəqəmlər yerləşdirilsə, diaqram düzgün olar. Bura anıya aiddir, bura oğula aiddir, bu da orta. Fərəhdən Polat sinəsinə sıvışmır, bu oğula aid. Deməli, bir gəlməlidir bura. Şair onun əllərindən öpür, bəli, sondadır, deyir. Dağlar kürəyi bir də şairlə belə söz deyir. Bu yerindədir. Müəllifin rəğbət bəslədiyi obrazın hər ikisi bu da doğrudur. Vətən anadan da üstün olduğunu deyir, bunu ana oğma deyir də, düzdür. 4 də gəlməlidir bura. Həqiqi qəhrəmanlıq da oğla aid. Deməli, 1 ilə 4-ün yerləşdirməlidir. 4-cü sualda deyir ki, neçə dəqiqə oldu? Səmədoğlu'nun mövzuda eyni ədəbi növünə görə biraz çətin sorular. Səmədoğlu mövzuda eyni ədəbi növünə görə fərqli söz əsərlərini göstərir. Mövzuda eyni. Bu, bayaq dediyi, müharibənin insan həyatında törətli fəlakətlər insanla istiqbal təranəsidir. Deməli, insan nə idi? Mövzusu. Müharibənin insana yaratdığı dəhşətlər. Bu, lirik növlədir, bu isə dramatik növlədir. Mövzuları eyni dəyişində müharibə. Amma növləri fərqlidir. Biri lirik növdə, biri dramatik növdə. İnsan dramatik növdə? İnsan dramatik növdə istiqbal təranəsi lirik növdədir. Sağ olun.